Salam, mən Nurella Kasımlı. Yeni YouTube videoma hər biriniz xoş gəlmisiniz. Bugün sizinlə heç vaxt çəkmədiyim, həmişə deyirəm heç vaxt çəkmədiyim və həmişə də yeni fərqli mövzuları açıram və bu gün də yeni fərqli bir mövzu açacağıq. Aranızdan bilməyənlər də var idi, amma mən sual-cavab videosunda səhv eləmirəmsə bunu demişdim, dəqiq yadımda deyil. Mən pianinoya getmişəm. 5-ci sinif başlayandan qurtarana kimi, başlayandan deyəndə təqribən yanvardan başlamışam da. Artıq bir dənə yaxın ikinci ayını başlayıram, mən belə deyim. Artıq indiyə kimi, yəni maya kimi, mayozu daxil deyil. Pianinoya getmişəm və burada bir neçə dənə mahnı öyrənmişəm. İndi yəqin ki, yay tətilindən sonra yenə davam eləyərəm və mən istəyirəm ki, indiyə kimi öyrəndiyim, artıq biz tətilə çıxmamışıq, amma artıq may ayıdır da, KSG, BSG-lər olduğu üçün hələlik saxlamışıq bunu. Bir də inşallah gələn il davam eləyəcək, gələn 6-cı sinif olanda mən. İndi mən sizə bütün keçdiyim mahnıları çalmaq istəyirəm, düzdür. Baxın, mən telefonu bura qoymuşam, nə qədər çatdırmaq istəsəm də pianinanın özü görünmür, amma yəni maksimum çalışdığım qədər belə qalır telefon. Daha bir şey eləyə bilmirəm. Amma məncə artıq səsini biraz azaldım çünki bayaq həddindən artıq. Tamam, şimdi yaxşıdır. İndi mən çalışacağım, ardıcılığı pozmuyum. O mahnıları sırayla bir-bir çalacağım. Və əvvəllər məsələn yadımdadır ki, unuduram artıq. Amma indi sərbəst rahat çala bilirəm. Və indi hamısını sırayla bir-bir çalacağım. İnşallah axıra kimi izləyirsiniz və bəyənsəniz onu axırda deyəcəm. Başladıq. Birinci mahnı Yolka mahnısıydı. Ay, hansıydı? Buydu. Çox qısa idi, o da yadımdadır. Yəni bu qısallığına baxmayaraq mən bu mahnını 2 dərs öyrənmişdim. Yəni 1:45 dəqiqədə bir dərs idi. Sadəcə o dərsdə həm yeni notlar falan keçdi, do, re, mi, fa, si, onların yazılışı falan not dəftərində. Ona görə mən də bu mahnını 2 dərsə keçməlidim. Amma belə bütün vaxtları keçdiyimiz vaxtı falan birləşdirsəm, təqribən 10 dəqiqə falan eləyir. Amma məndə ilk dərsimiz olduğu üçün belə alındı. İndi keçək ikinci mahnımıza. İkinci mahnı Şən qazlardır, Dva veselых kuysam. Onu çalacağım. İkinci mahnımıydı bu. Yox, səhv eləmirəm, elə dəqiq budur. Və məncə sizi də çox maraqlandırmadan, uzatmadan başlaya bilərik. Geçən çalacağıma İnşallah ki, əminəm. Bu arada videodan qabaq falan heç bir məşq eləməmişəm. Yəni, hamısını bu yaxınlarda keçdiyim üçün çox çətinlik çəkməyəcəyimi düşünürəm. İnşallah. Başladıq. Ay, bu da çox qısaymış ya. Qısa mahnıları əvvəllər sevirdim çünki öyrənməsi rahat idi. Amma indi artıq daha rahat öyrəndiyim üçün qısa mahnıları sevirəm açığı. Daha çətinləri artıq gedirəm çünki bilirəm ki, asanlardan bir şey öyrənməyəcəm. Keçirəm ilk 3-cü mahnıya. 3-cü mahnımız Ukrayna xalq mahnısıdır. Artıq o asantları daha belə deyim də balaca mahnıları yığışdırmaq qərarına gəldik. Daha balaca dediyimiz daha asan mahnıları və işimi təbii ki də ki ömrümün sonuna kimi və ya pianino belə deyim də çaldığım hissənin axırına kimi elə asantlardan əlbəttə ki gedəsi deyiləm. Çünki burada bayaq dediyim kimi heç bir fayda olmur. Ona görə artıq daha çətin mahnılara keçirik. Əslində bu Ukrayna mahnısının xalq mahnısının heç bir çətinliyi yoxdur. Mən indi çətin edirəm. Yəni get-get elə bil ki, biz pilləkəni qalxanda necə getdikcə yuxarıları məsələn də və ya nəsə karyamızdakı işi görəndə işimiz get-gedə yüksəlir, get-gedə daha çətinləşir. Dərslərimiz eyni 1-ci sinifdə asandır, 11-ci sinif təbii ki, qat-qat daha çətindir. Ona görə də yəni oxuyan üçün əslində heç nə çətin deyil, işləyən üçün heç nə çətin deyil, amma yəni nisbətən əvvəlkilərə nisbətən hər şey daha da çətinləşir. Ona görə də biz də mahnıları çətinləşdirmək adına bir pillə qarxılıq. Yəni çox belə deyim də mən çətin deyirəm. İndi siz sonra çaldıqdan sonra deyəcəksiniz ki, bu heç bir çətin bir mahnı deyil. Ona görə də indi sizə deyirəm ki, yəni mən çətinlərə doğru gedirəm. Hələ ki başlamamışam çətinlərə bu mahnıda və çalmağa başlayıram. 3-cü mahnı
Mahnının adı indi dedim mən. Ukrayna xalq mahnısıdır. Hadi ya, saçımı düzəldim. Tez bir sanki o konsere hazırlıklar gedir ondan. Başlayaq. 1, 2, 3'den geriye sayaq. 3, 2, 1 sanki birdən böyük tədbir falan baş verir. Neyse. Ukrayna xalq mahnısı. Bayaqdan səsindən çatmışammış. Bu mənim ilk 3-cü mahnımdır. Mahnının adı Ukrayna xalq mahnısıdır. Əlbəttə ki, hər bir ifaçının və ya şeyin notları fərqlidir. Məsələn, siz indi YouTube-a yazsaz ki, Sarı Gəlin mahnısı, hər videoda başqa bir not çıxacaq. Yəni, hər bir insanın öyrənmə nə deyim, bacarığı, qabiliyyəti təbii ki də ki fərqlidir. Ona görə də hər not bir-birinə görə. Məsələn, orada yazır Asant Sarı Gəlin öyrənilişi çətin falan belə. Bu mənim 3-cü mahnım idi. 4-cü mahnını sırasını xatırlamıram. Ona görə bir azcıq. Sanki xatırladım. Jingle Bells idi deyəsən. Səhv eləmirəmsə Jingle Bells idi. Və artıq ilk 4-cü mahnıya keçirik. İlk 4-cü mahnı səhv eləmirəmsə, sıranı pozmuramsa Jingle Bells idi. Jingle Bells'in demiş xəbərim var ki, sol əlini unutmuşam. Ona görə sağ əlli çalacağam. Səsini birazcık artırım. Bayaq. Bu səs yaxşıdır. Başlayaq. Bu birazcık daha əyləncəli şən mahnıdır. Yox, bir dəqiqə. Jingle Bells mahnısıydı. Düzdür, əvvəli çox bərbad bir başlanğıc oldu. Bir ara bu videonu silmə qərarına gəldim, amma sonra bir şey olmaz. Zaten səhvləri siz də görməlisiniz. Və təbii ki də ki, səhv eləməyən insan yoxdur. Ən böyük səhv o səhvin üstündə işləməməkdir. Mən də çalışdım, tez bir mənada düzəldim və əlim hər yerə dəyir və düzəltdim. Daha sonra 4-cü mahnımız Twinkle Twinkle Little Star idi. Onu çalaq. O da sanki daha əyləncəli, artıq əyləncəli mahnılara gedirik. Amma ən sonuncu mahnı elə tam belə əyləncəli mahnı deyil, çalı quşudur. Ay, mən onu öyrənmək üçün neçə günlər sərf eləmişəm deyim. Yəni, çox çətin dəqiqətən də o çalı quşu mahnısı. Amma mən neçə dərs öyrəndim. Yəni, çox böyük bir vaxt sərf eləmədim. Başlayaq Twinkle Twinkle Little Star'dan. Sadə mahnısı ola bilər. Yəni inanın ki, bu ilk keçdiyim mahnıdan daha sadədir. Ay, bir dəqiqə. Bu Yolka, Şəngazlar, Ukrayna xalq mahnısı, Jingle Bells. Bu ilk 5-ci mahnıydı. 5 mahnı çalmışam sizə. Bir baş əyim. 5 mahnıdan ən asandı buydu. Yəni burada baxın belə çalırlar bunu. Mənim əllərimdə. Bir dəqiqə. Daha rahat oturum. Bu belədir.
aldıqdan sonra 6-cı mahnıya keçid eləmək lazım. 6-cı mahnı. Artıq çətin mahnılara keçid başladı. 6-cı mahnımız kukla mahnısıdır. Ay uzun saç qara göz, ağıllı kuklam mənim. Gəl əlifba oxuyaq, sən şagird ol, mən müəllim. Burada çalacağım. Kukla mahnısını hazırsınızsa 3-dən geriyə sayırıq. Yəni 3, 2, 1 başladıq. Oy peki. Birazcık rahat oturmamış olabilirim. Evet, təzədən başlayaq. Ama oxumayacağım çünki oxuyanda məncə pis alınacaq. Səsim yoxdur. Səsim bərbad bizdə. Sonra axırıncı da var, kim dərsini bilməsə alacaq iki. 6-cı mahnını da belə çaldıq. Keçirik anamın ən sevdiyi 7-ci mahnıya. 7-ci mahnı Sarı Gəlin mahnısıdır. Bayaq da sizə birazcıq bəhs etmiş ola bilərəm. 7-ci mahnı, mən 7 cümləni təkrarlayıram. Başım gedir. Sarı Gəlin mahnısını öğrenmekte çok zorlanmıştım ama kukla kadar değil. Kuklanı okuyanda elə bil ki gözümdə məsələn bu re tərəfdə, do re mi tərəfdə çalmıram. Elə bilirəm ki mən la'nı çalıram. Yəni mini o var ya burası. Burası. Buranı çalanda elə bilirəm ki mən la'dayam, si tərəfə gedirəm. Yəni o qədər bərbad bir his verirdi aura hələ öyrənəndə. Ama sonra neyse ki artık mahnını notsuz çalabilirsen, öğrenirsen ondan sonra artık adama bir dənə belə sanki dəstək, motivasiya gəlir. İndi keçirik. Əlimdən də göstərim. 7-ci mahnıya. Sarı Gəlin. Dediyim kimi hələ YouTube'da baxdım bir neçə video. Bütün notlar fərqlidir. Mən də keçdiyim YouTube'dakilərlə gayet fərqliydi. O re 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 la la si sol sol la la sol si si la la. O. Hadi başlayaq. Belə çalır. Orada elimde telefon var diye dəhşət məni atdı. Artıq 3-cü hissədən dəyişir.
Ve bu arada artık bunu iki elde çalmak lazımdır. Re 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 la. Ben bu telefonu necə oynayayım? Bir dakika, bunun bir tutuş yolu var. Hadi böyle. Hadi. Şimdi danışmadan çalacağım. Ki sizin bakın. Re. Re fa la. İlk akordumuz budur. Böyle. Aman. Pardon. Bir dakika, telefonuyla tuttum ki. Neyse. Yaxşısı belə. Bu. Re 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 la la si solun birincisinde buna keçirik. Axıra kimi çalırıq, sonra təzədən buna. Sonra təzədən buna, sonra təzədən buna. Artıq çaldırıq. O üçüncüsü var ha. Mi fa sol. Orada artıq buna keçirik. Sonra qaydanda yenə re fa la. Akordlar o kadar da çətin deyil. İsə 8-ci mahnıya keçməyin vaxtıdır. 8-ci mahnımız Nazəndə sevgilim. Nazəndə sevgilim yadıma düşdü. Ha. Hadi başlayaq. Hemen uzatmadan. Başlayaq. Ayağım pedala çatsın deyə o qədər narahat duram ki. Pedal o pedaldır. Gah uzaqlaşıram, gah yaxınlaşıram. Tam bir yerə öyrəşə bilmirəm. Neyse. Başlayaq. Çaldık ama bir tane şeyde maaleseflendirəm ki biz aslında 10 mahnı öğrenmişik. 10 mahnı yoktu, 9,5. Riyaziyata keçək 9,5. Çünkü Türk marşını öğrenmişik. Türk marşısı desem Nazəndədən sonraydı elə. Nazəndədən sonraydı. Türk marşısı belə ama biz maalesef bu kadarını öğrenmişik. Ben öğrendiğim budur. Bakın böyle. Ondan sonra bir tane not var idi. Sadece onu unutmuşum. La 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 la. Ne şey. La 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 la. Böyle. Var böyle. Böyle kurtarırdı. Hadi bir. Tam buydu. Kızıncı mahnım. Çok üstüme sayılar mı? Sayılmaz mı? Orasını bilmirəm. İndi keçirik. Öğrendiğim en çetin mahnıya. Çal kuşum. Bu. Bunu iki elle çalacağım böyle. Ay bir dakika. Yine ayağım bu pedala basmalı. Unuturam Aa.
devam edir ikinci hissəsi. Artıq o hissəyə çalanda sizin hissəyə ayrılmırlar. Yəni, davamı ilə çalırlar. O zaman minicik bir fasilə elədim. Ay. Sonunda körlüyürəm. Təzən çalsaq olar. Çox sağ ol. Və 10 mahnının 10'unu da sizə çaldığım üçün çox sevinirəm və sizi çox öpürəm. Əgər videonuz sona qədər izlədiysə kanala abunə olub, videoya like atmağı, yorum yazmağı və bildirimləri açmağı unutmayın. Hadi sizə ürəyinizdə qalmasın. Şimdi belə çalacağım. Çalışacağım daha doğrusu. Ay ya, yapamıyorum. Bəlkə telefonumu bura qoyum. Gəlin belə bir şansımız var. Ancaq bu qədər çalabildim. Pardon. Və dediyim kimi onu düzəldim. Videoya like atıp kanala abunə olmağı unutmayın. Çox öptüm sizi. Sağ olun.